Sizin ancaq özünüzə aid olan zamanınız olacaq. O zamanı heç kimlə bölüşməyəcəksiniz. Yəni özünüzə zaman, əmək, qaynaq ayıracaqsınız ki, özünüzü gerçəkləşdirə biləsiniz. Duyğularınızı tərbiyə etmək. Duyğuları tərbiyə etmək üçün zaman ayırmaq, gözəl bir kitab oxumaq, gözəl bir musiqiyə qulaq asmaq, gözəl bir işin içində olmaq, gözəl bir rəsm əsəri çəkmək, əgər bacarırıqsa, ya da bir rəsm əsərinə baxmaq, gözəl bir filmə baxmaq. Heç kimlə paylaşmadığınız, ancaq sizə aid olan zamanınız varsa, öz üzərinizdə işləyirsinizsə, siz özünüzü sevirsiniz. Üçüncüsü, əxlaqlı olmaq. Əxlaq deyəndə mən çox tərif veriblər, mənim tərifim bundan ibarətdir. Əxlaqlı olmaq nədir? Əxlaqlı olmaq başqalarının haqqını nəzərə alaraq hərəkət etməkdir. Altından xətt çəkinmi bunun? Əxlaqlı olmaq deyirəm ki, başqalarının haqqını nəzərə alaraq hərəkət etməkdir. O da insandır, onun haqqı var. Ya da belə deyirəm, heç kimin haqqını yeməyin, kimsənin də sizin haqqını yeməsinə izin verməyin. Kimsənin haqqını yeməyin. Heç kimin də sizin haqqınızı yeməsinə izin vermirsinizsə, siz özünüzü sevirsiniz. Gələn, gedən sizə bir qapaz vurursa, sizi ələ salırsa, sizi aşağılayırsa, siz də buna reaksiya vermirsinizsə, sizin özünüzə sevginiz yoxdur. Özünüz sevən insan başqalarının onun əzməsinə izin verməz.